Qəşəngdir. Çox sarsız deyil, amma qəşəngdir. Bu tanıdığımız alaqanqal bitkisinin gövdəsidir. Hal-hazırda sezonudur və məsləhət görərdim ki, sezonunda istifadə eləyin. 20 günmü, 25-30 gün ömrü var və bunu qopardırsınız, üstünü təmizləyirsiniz, gövdə hissəsindən istifadə eləyib yeyə bilərsiniz. Uşaqlarınıza da yedizdirin, vitamin, minerallarla zəngindir. Həm də bunun yaşıl hissəsində silimarin daha çoxdur. Yəni qaraciyəri qoruyan, ödü qovan. Məsələn, bəzi insanlarda hədsiz köp olur və yaxud da ağzında aclıq olur. Nə yeyirsə qarında şişkinlik yaranır. Həmin o kolit və öd qovucu xüsusiyyətlərinə görə bağırsaq iltihabını götürən və öd qovucu xüsusiyyətlərinə, qaraciyər qoruyucu xüsusiyyətlərinə görə həmin bu alaqanqalın gövdəsindən istifadə edə bilərsiniz. Gövdəni hər gün heç olmasa 1-2 ədəd yeyə bilərsiniz. Artıq yeməyə ehtiyac yoxdur və tərkibindəki olan aktiv maddələr hesabına sizin sağlamlığınıza qovuşmağa kömək edəcək. Məsləhət görərəm, heç olmasa 3 həftə, 4 həftə müddətində indiki sezonunda başlayıb qanqalın gövdəsindən də yeyəsiniz. Biz hər zaman alaqanqalın toxumundan danışırıq, bu dəfə isə gövdəsindən. Köpün dərmanı.